Herkese salam. Səhifəmiz dini bir səhifə deyil, amma belə bir mövzu məni narahat elədiyinə görə və belə suallar tez-tez ünvanladığına görə isə mən də bu formada özümdən gəldiyi marifətləndici bir video çəkim. Düz ilahiyyatçımız bu formada videolar paylaşırlar, bu video insanları maarifləndirirlər. Söhbət nədir? Məhərrəmlik ayı daxil olduğuna görə və yaxından da Aşura gələcək. Deyirlər ki, biz İmam Hüseynə niyə yas saxlayaq, öz şəhidlərimiz dura-dura. Və bunu bəzən ateistlər verir, bəzən isə qeyri-müsəlmanlar və yaxud da ki, öz cahil müsəlmanlar bu sualı verirlər ki, öz şəhidlərimiz varsa, biz öz şəhidlərimizə yas saxlamalıyıq. Ateistlərə demək istəyirəm ki, onsuz siz ölümü qabil eləmirsiniz də. Yəni, ölümü bu formada qabil edirsiniz ki, insan öldü, qurtardı. Onu deyirsə, sizə şəhidlik anlayışı da yoxdur. Bunu da qabil eləməməlisiniz. Çünki nə dəxli var? Ölüm hələ ölümdür də. Belə də baxanda şəhidlik də ölməkdir. Amma İslam dinində ki, şəhidlər yaşayır. Amma baxanda yəni siz necə ola bilər ki, ölümü qəbul etmirsiniz, amma deyirsiniz ki, şəhidlik var və öz şəhidlərimizə. Yəni bunu əslində İslamdan çıxartmağa çalışırsınız. Biz də buna deyə bilirik ki, şəhidlər anlayışı İslam anlayışıdır. Çünki ölülər, onlara öldü deməyin, onlar Allah qatında ruzərinədir və şəhidlər nəzərdə tutulur. Və cahillərə də demək istəyirəm ki, bəzi cahil onu deyin ki, cahil savadsız demək deyil. Bir mövzuda yəni savadı çatmayan insanlar deyirlər, cahil insanlar. Cahil müsəlmanlarsa belə bir sözlər deyirlər ki, onlar ərəblər də 2 ərəbdə müharibə elədi və şəhid oldu İmam Hüseyn. Biz ona görə, nəyə görə biz yas saxlama ərəb müsəlman olub. Amma Quran-ı Kərimdə Peyğəmbər üçün nə deyir? Peyğəmbəri mən ümmət üçün Peyğəmbər, yəni hər kəs. Ümmətin Peyğəmbəri. Peyğəmbər ümmətin Peyğəmbəri isə demək İmam Hüseyn əleyhissalam da ümmətin imamı olub. Aləmlərə rəhmət. Aləmlərə, məsələn, Peyğəmbər deyir ki, sənə aləmlərin Peyğəmbəri. Aləm deyəndə həm bizim bu dünyamız nəzərdə tutulur, həm o biri dünya, həm də ki, biz belə fikirləşəndə bütün aləmlər də müxtəlif ola bilər. Hətta burada başqa planetlər belə qatmaq olar ki, əgər orada yaşayış varsa və hətta burada, necə deyim, bir misal olaraq, məsələn, insanlar aləmi və cinlər aləmi. Bildiyiniz ki, cinlərin möminləri var, kafirləri var. Peyğəmbər hətta onlara xutbə belə deyiblər. Və Peyğəmbər belə düşündü ki, aləmlərin Peyğəmbəridirsə, İmam Hüseyn də aləmlərin Peyğəmbəridir. Burada deyə bilmərik ki, biz ümmətin